Baxırıq kimyəvi reaksiyaların sürətinə təsir edən amillərə və yalnız təklərinə baxacağıq. Fərqli suallar olsa fərqli suallara da baxarıq. Deməli, birinci sualda bizə deyilir ki, temperaturu 60 dərəcədən 80 dərəcəyə qaldırdıqda. Birinci temperaturumuz 60 dərəcədir. İkinci temperaturumuz isə 80 dərəcədir. Sürət 16 dəfə artır. Yəni, VT2 bölünsün VT1-imiz 16-ya bərabərdir. Onda bizim düsturumuz nə idi? VT2 bərabərdir VT1 vurulsun qamma, üstündə T2 çıx T1 bölünsün 10. Burada da VT1-i keçirəndə bu bir tərəfə olacaq VT2 bölünsün VT1 bərabərdir qamma, üstündə T2 çıxılsın T1 bölünsün 10. VT2 bölünsün VT1-imizi bizə veribdir. 16. Qammamızı bizə verməyib. Bunu özümüz tapacağıq. T2 çıx T1, yəni 80 çıxılsın 60 bölünsün 10. 16 bərabərdir. Qamma üstü 80-in 60 çıxanda eləyir 20. 20-ni də ona böləndə eləyəcək 2. Qammanın kvadratı. Deməli, qammamız nəymiş? 4 imiş. D variantı. 2 onun oxşarıdır. Ona görə də baxırıq sual 3-ə. Temperaturu yenə 80-dən 50-yə azaldıblar. 80-dən 50-mizi çıxırıq. Temperaturları görəndə mütləq fərqi tapmaq lazımdır. 30. 30-u da 10-a bölürük. Elədi 3. Qammamızı bizə veribmi? Verib. Deməli, qamma üstü T2 çıx T1 bölünsün 10 nəyə bərabərdir? 2 üstü 3-ə, yəni 8-ə. Bizdən nəyi soruşur? Reaksiya sürəti necə dəyişər? V2 bölünsün V1-imiz əgər 8-ə bərabərsə, deməli 8 dəfə artar. 4 onun oxşarıdır. Baxırıq 5-ci suala. Reaksiya sürətinin temperatur əmsalı 2-yə bərabərdir. Qamma 2-yə bərabərdir. Reaksiyanın sürəti, deməli, reaksiyanın 100 dərəcədə, yəni T1-də 100 dərəcə olanda reaksiyamızın sürəti V1-imiz 0.3-dür. 130 dərəcədə isə T2-mizdə isə 130 dərəcədir və V2-mizi bilmirik. Deməli, V2 bərabərdir nəyə? V1 vurulsun, yəni 0.3 vurulsun. Qamma üstü, yəni 2 üstü T2-dən T1-imizi çıxanda 130-dan 100-ü çıxırıq, eləyir 30. 30 bölünsün 10. Bu da eləyir nə? 0.3 vurulsun, 2 üstü 3, yəni 0.3 vurulsun 8. O da bizə verəcək 2/4 B variantı. Gəldik 7-ci suallar. Reaksiya sürətinin temperatur əmsalı 3 olan reaksiyada 20 dərəcədə reaksiya 15 dəqiqəyə başa çatır. Yazırıq ki, deməli, sual 7-də temperatur əmsalımız 3-dür. 20 dərəcədə, yəni T1-imiz 20 dərəcə olduğu halda T1-imiz 15 dəqiqədir. Reaksiyanı 5 dəqiqə, yəni T2-miz 5 dəqiqəyə bərabər olduğu halda isə temperatur neçə dərəcə olmalıdır? T2-ni bilmirik. Deməli, biz bilirik ki, T1-in T2-yə olan nisbəti qamma üstü T2 çıx T1 bölünsün 10-a bərabərdir. T1-imizi bilirik 15 bölünsün. T2-mizi bilirik 5. Bir dəqiqə. Deməli, 15 bölünsün 5 bərabərdir. Qammamızı bilirikmi? Deməli, qammamız 3-dür. Üstündə T2-mizi bilmirik, amma T1-imizi bilirik 20 və bölünsün 10. Deməli, 15-i 5-ə böldük, elədi 3. 3 üstü nəyə bərabərdir? 1-ə bərabərdir. Belə çıxır ki, T2 çıxılsın 20 bölünsün 10-umuz 1-dirsə, deməli, T2 çıxılsın 20-miz 10-dur. T2-miz də olacaq 30 dərəcə. Y variantı. 9-cu sualda T1, T2 temperaturlarına gedən reaksiyaların sürətlərinin nisbəti, yəni V2-nin V1 olan nisbəti 8-dirsə, T1-in T2 olan nisbətini tapın. Siz bilirsiniz ki, V2-nin V1 olan nisbəti T1-in T2 olan nisbətinə bərabərdir. Yəni, elə 8 olaraq da qalacaq. 11-ci sualda temperatur 70 dərəcədən 100 dərəcəyə artırıq. Temperatur fərqimiz oldu 30 dərəcə. Bunu böldük, ona elədi 3. Qammamız verilməyibdir. Reaksiyanın sürəti 27 dəfə artır. Deməli, VT2 bölünsün VT1-imiz 27-dir. Belə çıxır ki, 27 bərabərdir nəyə? Qamma üstü 30 ona böldü, elədi 3. Qamma üstü 3. Nəyin kubu 27-dir? 3-ün. Belə çıxır ki, qammamız 3 imiş. 13-cü sualda isə bizə reaksiya veribdir. Oksigenə görə sürətin zamandan açılığı. Baxın, oksigen reaksiya daxil olan maddədir. Ona görə də reaksiya daxil olan maddələrə görə reaksiyanın sürəti azalır. Cavabımız olacaq B variantı. 15-ci sualda isə reaksiya sürətinin x-in molyar qatılığından, x reaksiya daxil olan maddə olduğuna görə, təbii ki, x-in qatılığından asılılığına görə azalmalıdır, çünki onlar sərf olunan maddələrdir. 17-ci sualda isə bizə nə veribdir? V bərabərdir K vurulsun C kvadrat NH3. Aydın məsələdir ki, bu hansı reaksiyanın kinetik tənliyidir? NH3-ün parçalanma reaksiyasının. NH3-ü parçalayıb, N2 üstə gəl 3H2-yə. Deyir, ammoniakın sintez reaksiyasının kinetik tənliyidir. Xeyr, bu ammoniakın sintez yox, parçalanma reaksiyasının tənliyidir. K sürət sabitidir, bəli, 2 və 3. 19-cu sual. Reaksiya 50 dərəcə temperaturda 180 saniyəyə başa çatır.
T1'imiz 50-dir. T1'imiz 180-dir. Reaksiya sürətinin temperatur əmsalı 3-dür. 70 dərəcə temperatur T2 bərabərdir 70 dərəcəyə. Deməli, T2-mizi isə bilmirik. T1 180-dir. 180-i T2-yə böləndə qamma üstündə 180, yox, dərəcələri fərqi neçədir? Burada 50-dir, burada 70. 70-dən 50-mizi çıxırıq. Elədi 20 dərəcə. 20-ni də böldük ona, elədi 2. Deməli 3 üstü 2. Bu 2-ni mən bura gətirmişəm. Aha, 3 üstü 2-miz nədir? 9. 180-i neçəyə böləndə 9 eləyir. T2 bərabərdir 20 saniyəyə. Gəldik 21-ci suala. Bizə deyir ki, reaksiya 50 dərəcə temperaturda. Yəni T1-imiz 50 dərəcə olduğu halda T1-imiz 30 saniyədir. Bu reaksiya 30 dərəcədə, yəni T2-də isə 30 dərəcəmizdə isə neçə saniyə ərzində baş çatar? T2-miz isə bilmirik. Bizdə temperatur verildiyi halda demişdik ki, fərqi mütləq tapırıq. 50-dən 30-umuzu çıxırıq. Elədi 20. 20-ni də bölürük ona, eləyəcək 2. Deməli, qammamız bizə verilibmi? Verilibdir. Qamma da 2-dir. Belə çıxır ki, 2 üstü 2-miz elədi 4. Biz də bilirik ki, deməli, 30, ikinci zaman T-unu 30-a böləndə bizə 4 verməlidir. Yəni, biz demişdik ki, V2 bölünsün V1, qamma üstü, T2 çıx T1 bölünsün 10-dur. V2 böl V1-i T1 bölünsün T2-lə əvəz eləyə bilirik. Və biz buradan digər zamana tapa bilərik. Deməli, bizə verilibdir T1 30, 30-u bölür T2-yə, bu bizə verir 4. Burada məsələ burasındadır ki, 30 aşağıda yazılmalıdır. Böyük ehtimal ki, məsələdə quruluşunda səhv var. Çünki biz burada 30-u 4-ə bölməli yox, 4-ü 30-a vurmalıyıq ki, T2-ni tapaq. 4-ü 30-a vurduqda isə 120 saniyə eləyəcək. D variantı. 23-cü sualda. Hansı ifadə doğru deyil? Reaksiyanın sürəti bərk maddənin xırdalama dərəcəsindən asılı deyil. Bu yanlışdır. Heterogen sistemdə reaksiya fazların toxunma səthində gedir. Bəli. Reaksiyanın sürət sabiti temperaturdan asılıdırmı? Bəli. Hansı doğru deyil? Yalnız 1. 25-ci sualda isə VT2-nin VT1 olan nisbəti 27-dirsə, deməli, bizim 27-miz nəyə bərabərdir? Reaksiya sürətinin temperatur əmsalını bilmirik. T2 çıx T1-imiz isə Y-dir. Y bölünsün 10-a. Deyir ki, X və Y müəyyən edin. Gəlin baxaq. Deyək ki, X 3 olsa, Y 40 olsa, 40 ona böləndə 4 eləyir. 3 üstü 4-ümüz 27 deyil. Deməli, A deyil. Və yaxud da bu 3 olsa, gərək ki, bura 3 olsa, gərək bura 30 olsun. 27 bilirik ki, ancaq 3-ün qüvvətlərində alınır və 27 3-ün kubuna bərabərdir. Belə çıxır ki, bizim X-imiz 3-ə bərabərdir. Y-ımızda Y bölünsün 10-un 3 olması üçün gərək Y-ımız 30 olsun. Cavab oldu D variantı. 27-də isə reaksiyasında ayrılan hidrogen qazının həcminin zamandan asılı qrafikin əsasında hansı ifadələr doğru deyil? Reaksiyanın sürəti zamandan asılı olaraq dəyişir. Təbii ki, bu doğrudur. T1 anında ayrılan hidrogen həcmi 2 litrdir. T1 anında ayrılan 1 litrdir. Bu yanlışdır. Sink qırıntıları toz halına salınarsa reaksiyanın sürəti artar. Bəli, toz halında olsa reaksiya sürəti artacaq. Yanlış olan yalnız 2 olacaq. Gəldik 29-cu suala. Hansı reaksiya təzyiqi 2 dəfə artırsaq reaksiyanın sürəti 8 dəfə artar? Deməli, burada siz reaksiyaları bilməlisiniz. Hansı ki, suyun elektrolizi, yəni suyun elektrolizini biz H2 üstəgəl O2-mizi alırıq. Burada bizə nə deyir? Baxın, bir-bir reaksiyaları yazaq. A, B, amoniyakın parçalanmasıdır. 2 mol amonyak parçalanır. N2 üstəgəl 3H2-yə. Suyun sintezində isə 2H2 üstəgəlisin O2-dən alınır 2H2O. D variantında isə hidrogen xloriden sintezi H2 üstəgəlisin xlor 2-dən alınır 2H xlor. Y variantında isə amonyakın sintezi N2 üstəgəl 3H2-dən alınır 2NH3. İndi baxırıq bura. Hər birini kinetik tənliyi yazanda biz sizlə qatılıqla keçmişdik. İndi burada təzyiqlə verilibdir. Məsələn, A variantında olacaq V bərabərdir K vurulsun P. Bizdə başlanğıc maddə suyun elektrolizi deyirsən, sadəcə H2O olacaq. P H2O-nun kvadratı. Aydın məsələdir ki, mən burada təzyiqi 2 dəfə artırsam, reaksiyanın sürəti 2 üstü 2 dəfə, yəni 4 dəfə artacaq. A deyil. B variantında isə V bərabərdir K vurulsun P, yenə də NH3-ün kvadratı, yenə eyni şey olacaq 4 dəfə. C variantında isə suyun sintezi idi. Yəni V bərabərdir K vurulsun P H2-nin kvadratı və PO2. 2 dəfə artırsaq təzyiqi, bu 2 dəfə 2 üstü 2 olacaq, 4 dəfə artacaq. Oksigen də həmçinin təzyiqini 2 dəfə artıranda
Bu da 2 dəfə artacaq və ümumilikdə 8 dəfə artım baş verəcək. Deməli, suyun sintezidir doğru cavabımız. 31-ci sualda hansı qrafik reaksiya məhsulunun qatılığının zamandan asılılığını göstərir? Reaksiya məhsulu sıfırdan başlayır, artmağa doğru gedir. Ona görə də C variantı olacaq. 33-cü sualda x üstəgəl 2y alınır, 2z üstəgəl t tənliyində hansı ifadə doğru deyil? Zaman keçdikcə reaksiyanın sürəti azalırmı? Bəli, zaman keçdikcə ümumiyyətlə istənilən reaksiyanın sürəti azalır. T-nin qatılığı artar. Bəli, T-nin qatılığı ümumiyyətlə reaksiyada alınan maddələrin qatılığı artır. Məsələn, Z ilə T-nin qatılıqları artacaq. T-ninki də, Z-inki də. Amma X ilə Y reaksiyaya girən maddələr olduqlarına görə onların zamanla qatılıqları azalmalıdır. Deməli, bu da doğrudur. Bu da doğrudur. Yanlış olan reaksiyanın sürəti artar cavabıdır. 35-ci sualda isə bizə deyir ki, birinci reaksiya gedən qabın həcmini 2 dəfə artırdıqda. Baxın, 35-ci sualda siz təzyiqə baxmalısınız əsas. Əgər siz reaksiya gedən qabın həcmini 2 dəfə artırmısınızsa, deməli, təzyiqi 2 dəfə azaltmısınız. İndi V bərabərdir K vurulsun, pH2, P xlor 2-dir. Bunu da 2 dəfə azaldır, bunu da 2 dəfə azaldı, oldu 4 dəfə azalma. Gəldi ikinci, bu V1 idi. V2-də isə deməli K vurulsun pH2-nin kvadratı vurulsun PO2. Burada isə nədir? İkinci reaksiya gedən qabın həcmini 2 dəfə azaltsaq. Mən əgər bunun həcmini 2 dəfə azaltsam, gərək bunun təzyiqini 2 dəfə artıram. İndi mən bunu da 2 dəfə artırsam olacaq 2-nin kvadratı. Bunu da 2 dəfə artırsam vurulsun 2. Cəmilikdə neçə eləyir? 4 vurulsun 2, 8 dəfə artacaq. Biri 4 dəfə azalır, biri 8 dəfə artır. Gəlin 36-cı sual fərqli sualdır. Ona görə də onun izahına baxaq. Sabit temperaturda Porsche ilə təchiz edilmiş qapalı qabda təzyiqi 4 dəfə artırdıqda düzünə gedən reaksiyanın sürət dəyişməsinin, əksinə gedən reaksiyanın sürət dəyişməsinin olan nisbətini hesablayın. Baxın, V1, ya da yazaq ki, V düzünə bərabərdir K vurulsun Pn2 vurulsun pH2-nin kubu. Təzyiqi 4 dəfə artıranda 4 vurulsun 4-ün kubu, elədi 4 üstü 4 dəfə artdı. Vx-ə baxdığımızda isə Vx bunun parçalanmasıdır. Yəni K vurulsun P NH3-ün kvadratıdır. Hansı ki, burada da mən təzyiqi 2 dəfə, belə 4 dəfə artıranda 4-ün kvadratına qədər dəyişəcək. İndi məndən bunların nisbətini soruşur. Yəni V düzün Vx-ə olan nisbətini soruşanda 4 üstü 4-ü 4-ün kvadratına bölürəm. Bu da 4-ün kvadratı, yəni 16 verəcək. 37-ci suala baxırıq. Bizə nə verib? Həcmi 1 litr olan qabda reaksiya daxil olan qazlar X2 və Y2-dir. Başlanğıc mol sayı. Baxın, burada 2 cür təcrübə verib. Birinci təcrübə, ikinci təcrübə. Burada da həmçinin. Əvvəlcə siz burada ikinci təcrübələrə baxmırsınız ümumiyyətlə. Birinci təcrübədə başlanğıc mol sayı X2-nin başlanğıcı nə qədər idi? 0,1. Daha sonra nə alınıbdır? 0,0. Deməli 0,1 mol X2 sərf olunub. Y2 başlanğıcda 0,5'dir. Amma artıq qalan nə qədərdir? 0,2. Belə çıxır ki, 0,3 mol Y2-miz sərf olunub. Yəni, belə deyək də, sizin burada tənliniz nə olmalıdır? V bərabərdir K vurulsun C, X2 0,1 və 0,3 veribsə, bunların nisbəti nə olur? 1 bölünsün 3. Düzdür? Deməli, X2 1 əmsalından götürüləcək, yəni C X2 kimi yazılacaq. Y2 isə 3 əmsalından götürüləcək, olacaq C Y2-nin kubu. Bu da bizə verəcək C variantını. Gəldi 39-cu sual. Hansı reaksiyalar aparılan qabın həcmini 2 dəfə azaltır? Reaksiyanın sürəti 8 dəfə artar. Uşaqlar, deməli 39-da həcmi 2 dəfə artırmaq, təzyiqi 2 dəfə azaltmaq deməkdir. İndi baxırıq birinci reaksiya. Deməli N2 üstəgəl H2 alınır buradan 2NH3, burada da 3 mol hidrogen. Bunun tənliyi nədir? V vurulsun, K vurulsun, Pn2 vurulsun pH2-nin kubu. Mən neynəmişəm? Təzyiqi 2 dəfə artırmışam. Təzyiqi 2 dəfə artıranda bu da 2 dəfə artır, bu da 2-nin kubu dəfə artır, oldu 2 üstü 4, yəni 16 dəfə artdı. Deməli 1 deyil. Gəldi ikinciyə, H2 üstəgəl O2-dən alındı H2O. Burada da hər iki tərəfdə təzyiqi 2 dəfə artıranda bu 2 üstü 2 dəfə artacaq, oksigen də 2 dəfə artacaq, cəmilikdə 2 üstü 3, yəni 8 dəfə artacaq, bunu götürə bilərik. Üçüncü reaksiya H2 xlor 2-dir. H2 xlor 2-dən 2H xlor. Bu da 2 dəfə artdı, bu da 2 dəfə artdı, cəmilikdə 4 dəfə artır, bizə bu lazım deyil. NO üstəgəl O2-dən də NO2 alınır. Burada 2. Burada da bunu 2 dəfə artıranda 2 üstü 2. Bunu 2 dəfə artıranda olduğu kimi qalır. Cəmilikdə 2 üstü 3, yəni 8 dəfə artar. Bunu götürə bilərik. Və 5-ci də.
əmsallaşdıranda yenə də CO-nu 2 dəfə artıranda bu 2 üstü 2 qədər, oksigen də 2 dəfə, cəmilikdə 2 üstü 3, yəni 8 dəfə artacaq. Cavabımız hansılar olacaq? 4, 5, bir də 2. 2, 4, 5. 41-də nə deyir? Deyir, VT2-nin VT1 olan nisbəti 81-dir. Deməli, 81 nəyə bərabərdir? Qammamız da 3-dür. 3 üstü T2 çıx T1 bölünsün 10-a. Biz də bilirik ki, 81 3-ün hansı qüvvətinə bərabərdir? 4-cü qüvvətinə. Belə çıxır ki, T2 çıx T1-imiz 40-a bərabərdir. Elə bizdən də bunu soruşurdu. 43-cü sualda V2-nin V1 olan nisbəti 8-dir. Qammamızı bilmirik deyəsən. Deməli, temperaturunda reaksiyanın getmə müddəti 16, dəqiqə iləndir. Ta1 bölünsün ta2 olmalıdır. Belə çıxır ki, 8-imiz nəyə bərabərdir? 16 bölünsün x-a. Deməli, x-imiz də elə 2 dəqiqəymiş. Gəldik 45-ci suala. 45-ci sualda asan sualdır. Ta1 bərabərdir 100 dərəcəyə. Ta2-ni bilmirik. Qamma bərabərdir 2-yə. VT2-nin VT1-i olan nisbəti isə 8-dir. Belə çıxır ki, mənim 8-im 2 üstü bilirsiniz ki, 8 2 üstü nəyə bərabərdir? 3-ə. Belə çıxır ki, T2 çıx T1 bölünsün 10, 3-ə bərabər olmalıdır. Bizdə T2-ni verməyiblər. Ona görə də x çıxılsın T1 bölünsün 10 bərabərdir 3-ə. T1-imiz neçə dərəcə idi? 100. X çıxılsın 100 bölünsün 10 bərabərdirsə 3-ə. Belə çıxır ki, x çıxılsın 100 bərabərdir 30-a, x da 130 dərəcəyə bərabər olacaq. 47-ci sualda. Qrafika reaksiya temperatur əmsalı 2-yə bərabərdir. Qamma 2-dir. V T2 3/2. V T1 0/2. 3/2-miz 0/2-yə böləndə neçə düşür? 16. 16 bərabərdir. Bunu buradan yazmayaq. 16 bərabərdir. Qammamız 2 oldu. Yəni 2 üstü nəyə? 4-ə. Deməli, T2 çıxılsın T1 bölünsün 10-umuz 4 eləməlidir. T2-ni bizə verib 90, amma T1-i bizə verməyibdir. Belə çıxır ki, 90-dan T1-i çıxıb 10-a bölüb 4 almışıqsa, T1-imiz 50 dərəcə olubdur. 49-cu suala baxırıq. Eyni şəraitdə verilmiş miqdarda maddələrlə təchiz edilmiş eyni həcmli qablarda reaksiya baş verir. İkinci qabdakı reaksiya birinci qabdakı reaksiyadan neçə dəfə sürətli gedər? Baxın, birinci dəfədə 28 qram hidrogen var. Bu eləyir neçə mol? 14 mol hidrogen. 28 qram deyil ki, yəni 1 molda azot var. İkinci qabda isə 28 mol hidrogen var, yenə də 1 mol azot var. Burada azotlara heç nə olmayıbdır, amma hidrogen 14-dən 28-ə gəlib. Yəni, hidrogenin qatılığı 2 dəfə artıb. Bizim reaksiyamız nədir? N2 üstə gəl 3H2 və bunun qatılıqla olan kinetik tənliyini yazanı V vurulsun, K vurulsun, CH2-nin kubu vurulsun C2. H2-nin kubu dedik də. İndi H2-nin qatılığını 2 dəfə artırmışamsa 2 üstü 3 dəfə. Yəni 8 dəfə reaksiya sürəti artacaq. 51-ci suala baxırıq. 51-ci sualda isə bizə veribdir 2CO üstə gəl O2 alınır 2CO2. CO-nun qatılığını 2 dəfə artırsam 2 üstü 2, yəni 4 dəfə artacaq. Birincisi 1, ikinci. Oksigenin qatılığını 2 dəfə artıranda, oksigenin qatılığını 2 dəfə artıranda bizim tənliyimiz V bərabərdir K vurulsun, CO-nun kvadratı vurulsun CO2-dir. Oksigenin qatılığını 2 dəfə artıranda elə 2 dəfə artacaq. Elə 2 dəfə artacaq. Daha sonra üçüncü. CO-nun qatılığını 2 dəfə artıranda, CO-nun dəm qazının qatılığını 2 dəfə artıranda, burada CO-nun üzərində kvadrat olduğuna görə 2 üstü 2, yəni 4 dəfə artacaq. Oksigenin qatılığını 2 dəfə azaltdıqda isə 2 dəfə azalacaq. Biz demişdik ki, 1 artana 1 azalanda nə edirdik? Bölürdük və 2 dəfə artmış olacaq. Gəldik 4-cüyə. CO-nun qatılığını 2 dəfə azaldanda 2-nin kvadratı edir 4 dəfə, yəni 4 dəfə azalmış olacaq. Oksigenin də qatılığını 2 dəfə artıranda 2 dəfə artmış olacaq. Nəticədə 4-ü 2-yə bölürük, 2 dəfə azalmış olacaq. Daha sonra gəldik 5-ci, yəni Y variantı. Oksigenin qatılığını 2 dəfə azaltmaq elə 2 dəfə azaltmaq deməkdir. Beləliklə də 1, 2, 3 veribdir bizə. 2 dəfə artar. 2 dəfə artar. C variantında və B variantında oldu. 2 dəfə azalar. Y variantında və D variantında. Və 4 dəfə artar. 4 dəfə artar yalnız A variantında.
52 10 oxşarıdır. 53-cü suala baxırıq. Reaksiyanın temperatur əmsalı Y qammadır. Aha, burada hər birini bir-bir tapmaq lazımdır. Deməli, bizə verib ki, A variantında x-imiz 60 dərəcə, x-imiz T1-imizdir. Belə çıxır ki, baxaq, T2-ni bizə verib 90. T1-i bizə verib 60. Fərqlədi elədi 30. 30-u da böldük 10-a elədi 3. Qammanı bizə verib 4. Qammanı 4. 4-ün kubu bizə nə verəcək? 64. Belə çıxır ki, bu nədir? 64 dəfə artacaq. 1-ə getdi. Deyək ki, A-da 64-dür. Gəldik B variantında. X-i verib 130. İndi burada azalma baş verməlidir. 130-dan çıxırıq deməli 90-ımızı bölürük 10-a. Bu bizə verir neçə? 40 bölü 10 4 dəfə. Qammamız neçədir? 2-dir. 2 üstü 4-ümüz bərabərdir 16-ya. Deməli 16 zaten cavablarda yoxdur. Gəldik C variantına. 50 dərəcə veribdir. 90-dan 50 dərəcəmizi çıxırıq elədi 40 dərəcə. 40-ı böldük 10-a elədi 4. Qammamızı bizə verib 3. 3 üstü 4-də bərabərdir 81-ə. Deməli burada birinci temperaturumuz əgər 50 sonradan 90-dırsa bu 81 dəfə artmalıdır. Gəldik Y variantına, D variantına. D variantında dərəcəmiz 120-dir. 120-dən 90 dərəcəmizi çıxırıq və bölürük 10-a. Bu eləyəcək 3. Qammamızı bizə verib 3. 3 üstü 3-də bərabərdir 27-yə. Baxırsınız ki, əvvəlcə temperatur 120-dir, sonra 90 olub, temperaturu azaldıblarsa, deməli 27 dəfə azalmalıdır. Gəldik Y variantına. Deməli 90-dan 30 dərəcəni çıxıb 10-a bölür. Bu bizə verəcək 6. Qammamız 2-dir. 2 üstü 6-mız bərabərdir 64-ə. Belə çıxır ki, 64 dəfə bu əvvəl 30 sonra 90 dərəcə olubsa, deməli 64 dəfə artacaq. 1, 2, 3. 64 bir də birincidə var idi. A və Y 27 dəfəmiz D-dədir. 81 dəfəmiz isə C-dədir. 55-ci sualda isə hidrogenin qatılığını 3 dəfə artırdıqda bilirsiniz ki, hidrogenin yanında əmsalında 3 varsa, bu 3 yox, 3-ün kubu qədər. Yəni 27 dəfə artacaq. 1-ə getdi B. Azotun qatılığını 8 dəfə azaltdıqda, azotun əmsalı 1 olduğuna görə elə 8 dəfə də azalacaq. Azotun qatılığını 9 dəfə artırdıqda, azotun qatılığını 9 dəfə artırında bu 9 dəfə artacaq. Hidrogenin qatılığını 3 dəfə azaltdıqda isə 3-ün yanındakı bu hidrogenin yanındakı o əmsal 3-ü aparıb 3-ün kubu kimi qeyd eləyəndə olacaq 27 dəfə azalma və 1-ə yuxarı, 1-ə aşağı olanda, yəni 1-ə artıb 1-ə azalanda nə edirdik? Bölürdük. 27-ni 9-a bölürük, eləyəcək 3 dəfə azalar. Deməli 1-ə B, 2-yə D, 3-ə isə Y variantları olacaq. Bu qədər.